Sözüm çok xahiş edirəm. Qonağı bura çağırırsınızsa aşağılamayın. Nəsə axtarırsınız ki aşağılayasınız. Heç vaxt. Çağırdığınız qonağa hörmət eləyin. Ha qapınıza gəldi, ha studiyaya gəldi. Çox xahiş edirəm. Siz evimizə gələn qonağa belə eləyirsiniz. Səsinizin tonunu biraz aşağı salaq. Mənim sesimin tonu... Efirdəyik və izləyicilərimiz baxır. Səs tonunuza zəhmət olmasa fikir verin. Yəni burada artıq hadisələr olmasın. Biz qonaqlarımıza qarşı çox nəzakətliyiz. Bugünə kimi gələn heç bir qonağımız da bizim haqqımızda heç şikayətçi getməyibdir. Çox gözəl. Belə elirsən, qiymətini göstərirsən cəmaata. Cəmaata göstərmirdim, özüm baxırdım. Bunu mən çox daha qiyməti göstərəcəm. Burada nə var ki, bir də quraram da, bunun qiymətini də göstərərəm. Bu balaca bir etiket deyildi, bu böyük bir etiket idi, mən də bunu göstərəm. Burada, amma əgər bu şey var idisə, hörmətsizlik yedir. Kəmalə xanım, bir köməkçimiz yox idi burada, bir bunu deyək ki, ay bacı, bunu çıxart burada. Mən köməkçiyə gəlmişəm, tək gəlmişəm, onun aidiyyatı yoxdur, özüm bilərəm. Necə aidiyyatı yoxdur, bəs mənim efirimdir, mən istəmirəm biabır olasınız, istəmirəm belə bir hadisə başlayasın. Biabır eləyirsiniz. Valla bunu ağaçmaqdan elə siz özünüz biabır elədiniz. Valla burada biabır olan özünüzü doğrudan da bugün biabır elədiniz. Şarkısız aşağıdırsınız qonaqları. Ay ümbiləm açıq, ay bunu sən taxıb gəlmişsən, mən taxıb gəlməmişəm. Onu bildirmək lazımdır. Bu səndə olmasaydı, mən aşağılamaq nədir? Mən elə şeylər edirəm. Sana da bəs Gələn heç bir qonağımdan o barədə heç nə danışmamışam, nə aşağılamaq olubdur, nə də bir şey. Valla deyir o cəmaata göstərirsin, burada nə var ki? Sinə bir bayaqdan əsəbdən. Mən ilə belə qiymətlərim məclis oxuyacaq. Əsəbiniz yoxdur, mənim də əsəbim var, gözəl əsəbim var, əsəbləşə də bilirəm. Əsəbləşə də bilirəm. Qurban olmuşsa, duraq çıxaq gedək, bir qonağım da. Bəs neyniyək? Yox. Kəmalə. Kəmalə. Bu evinizdə. Ay Allah. Bu da ikinci hörmətsizlik, bir dəqiqə. Birinci hörmətsizliyi gördük, bu da ikinci hörmətsizlikdir. Mən tamaşaçılarımızdan çox üzr istəyirəm. Əziz izləyicilərimiz, sizdən çox üzr istəyirəm.